Liderlər üçün Qış Universitetində mən şəxsən özümə insanlarla ünsiyyətin detallarını öyrəndim. Necə ünsiyyət qurmaq, ünsiyyəti asanlaşdırmaq, ondan sonra liderin ümumiyyətlə xüsusiyyətləri, lider necə olmalıdır, hansı xasiyyətləri, hansı xarakterli olmalıdır və əlbəttə ki, yeni insanlarla tanışlıq və onların müxtəlif situasiyalara münasibətini öyrəndim ki, bu da mənim üçün çox maraqlıydı. İrəlinin bir çox layihələrində iştirak eləmişəm və mən İrəlinin hər bir layihəsinin həqiqi mənada maraqlı, xüsusən də gənclər üçün maraqlı hesab edirəm. Mənə elə gəlir ki, bu kampdan mənim ən çox götürdüyüm elə təşkilatçılıq qabiliyyətimin artırılması oldu. Məqsədimiz onları hazırlayıb, onları üzə çıxardıb, onları daha çox cəmiyyəti və dövlət həyatına hazırlamaq üçün mexanizmlər düşünüb, o mexanizmləri icra edib, onları cəmiyyət həyatına qazandırmaqdır. Əslində, Qış Universiteti belə bir mexanizmlərdən biridir. Universitetdə burada olan hər bir gənc, hər bir universitet təmsili, hər bir təşkilatın, hər bir ailənin üzvüdür. Amma elə bil ki, biz bir ailəyik. Tərəqqi ailəsi və biz bir yerdəyik. Gənclər sahəsində prioritet olaraq qəbul olunan məsələ gənclərin təmsil olunması və cəmiyyət həyatında iştirakıdır. Ölkədə nə qədər gənclər varsa, o qədər də cəmiyyət həyatında iştirak eləməlidir. Yəni, bu idarəçilikdə iştirak etməlidirlər, qərarların qəbul olunmasında iştirak etməlidirlər. Düşünürəm ki, ümumiyyətlə bu Qış Universitetində iştirak etmək özü çox böyük bir şansdır hər bir gənc üçün və düşünürəm ki, burada keçirdiyimiz günlər ərzində hər birimiz üçün həm təcrübə qazanmasında, həm biliklərin ümumiyyətlə təcrübədə istifadə edilməsində çox böyük yardımcı olacaq və əsas məqsəd gənc lider kimi yetişməmizdə bizə böyük bir yol göstərəcək. Bizim son bir ildə bütün layihələrimizin əhatə etdiyi insanların sayı 100 mindir. Strateji hədəfimiz odur ki, keçən ilkindən daha çox insan əhatə edək. Üzvlərimizin sayını daha da çoxaldaq. Əsas prioritetimiz bizim dövlətimizin prioritet olaraq seçdiyi elmə əsaslanan cəmiyyət yaratmaq. Allez, viens, on va te choisir un beau jouet, le plus beau du magasin. Je veux ça. Gözlədiyimiz bir dost, Azərbaycan gənclərinin intellektual fikrinin formalaşmasında, eyni zamanda intellektual yumorunun formalaşmasında öz əməyi olan bir insan, millət vəkili Anar Məmmədxanov. Leksiya oxumaq fikrində deyirəm. Mən çox istəyərdim ki, siz öz suallarınızı verəsiniz. Gənc Ramiz Məmmədli. Aha. Ən azından təxribatdır. Əhribat təxribat 100%. Ermənilər. POV-nin komandasının kapitanı olanda mən bütün Azərbaycan xalqını təmsil edirdim. Millət vəkili olarkən təbii ki, mən müəyyən qədər öz seçkilərimi təmsil edirəm. Robert De Niro kimdir? Mən də başladım oxumağa. O deyir, tanıdım. O ki, qaldı Eurojust'a göstərən. Biz axı, onlar göstərdilər 20 dəqiqəlik süjet. Biz belə elədik ki, 1 saatlıq süjet getdiyində Qarabağla bağlı. İcazə verirsiniz. Buyurun, təbii. Mən sizin qeyd etdiyiniz Eurojust kanalına ən mobil etiraz aksiyasının Azərbaycan gəncləri tərəfindən oldu və qürurla bildiririk ki, İrənin təşkilatçılıqda rolu var idi. Birliyə meyli mən gördüm. Onların gözləri yanır. Çox şadam ki, mən buraya bugün gəldim. Çünki mən gözləyirdim ki, müsbət olacaq, amma mən gözləmirdim ki, belə müsbət olacaq. Mən hesab edirəm ki, onlar, bilirsiniz, pozitiv insanlardılar. Pozitiv, normal münasibətləri, bir-birinə münasibətlər normaldır. Mən gördüm ki, onların hamının
çoxlarının səsi tutulub, onlar qışqırırdılar, bir-birinə dəstək verirdilər və s. Optimist kimi gedirəm buradan. KB'nin bizim ölkəmiz üçün, Azərbaycan üçün çox böyük əhəmiyyəti var və təəssüflər olsun ki, bugün Azərbaycan KB'ni istənilən səviyyədədir. Çox acınacaqlı qaldı ki, Azərbaycan artıq 10 ildir ki, beynəlxalq arenada təmsil olunur. Mənim də sənə bir sualım var. Uzaq olmayarsın. Qardaş, sən istəyirsən ki, Quş Universiteti bu gün bağlansın. Onlar istəyir ki, biz çıxaq səhnəyə və cəmaata nağıl oxuyaq. Və cənab prezident orada Bakı şəhər icra hakimiyyətinin başçısına müraciət etdi ki, siz ancaq mən keçdiyim yolları təmizləyirsiniz. Cəhənnəm gedir o uşaqlarda. Axı mən belə danışmıram. Qaşqabağın yerinə gedir, de görüm nə eləmişəm, ürəyim qıp-qıpır, de görüm nə eləmişəm. Bizim birləşdirici ideologiya olmalıdır. Və Azərbaycançılıq ideologiyasının əsas məqsədidir cəmiyyətin bütün istiqaməti 99,9 dəfə olmalı. 100%-ni birləşmək. Çünki ideologiya o vaxt effektivdir, uzun müddətli olur ki, müsbət nöqtəni bir və heç kəs qarşıdır. Dil uğrunda çox böyük mübarizə gedir. Və mən sizə deyim ki, Azərbaycan dili, dövlət dili statusu ancaq 1956-cı ildə. İrəlinin ən böyük üstünlüyü ondan ibarətdir ki, İrəli öz gənc kontingentinin seçimində heç vaxt ayrı seçkiliyə yol vermir. Yəni, Azərbaycan əhalisinin bütün təbəqələrindən olan gənclər tam şəkildə iştirak edə bilirlər fəaliyyətlərində və bundan fayda götürürlər. Gənc liderlər üçün Quş Universitetinin keçirilməsi əslində Azərbaycan gəncləri üçün ilk növbədə ona görə önəm daşıyır ki, bu praktika Azərbaycanda uzun bir müddət mövcud olmuyor və bu bizim Azərbaycan gəncliyinin öz təşəbbüsü nəticəsində atdığı ilk addımlardır və bildiyiniz kimi yay universitetdə keçirilmişdi və bu artıq ikinci universitetdə keçirilir və tərkibində çox gözəl çıxışlar və treyninglər ehtiva eləyir. Deməli, oyuna başlamamışdan əvvəl bir-iki şərti deyim, hamıya aydın olsun. İraq, İraqdan sonra Rusiya, Rusiyadan sonra beynəlxalq mətbuat və sivil vətəndaşlar. Oyunda qalib və yaxud qalib məğlub komandalar və yaxud şəxslər olmayacaq. Amma Elçin bildirdi ki, 1 milyon insanı işgəncələr yolu ilə və s. 1 milyon hamısını bu yolla öldürməsi barəsində mən heç bir fakt görmədim. 1 milyon insan həlak oldu. Ancaq demədim ki, 1 milyon hamısı işgəncə ilə həlak oldu. Mən şəxsən istəmirəm ki, Amerika Birləşmiş Ştatlarını belə işğalçı ölkə kimi tanısınlar.